Ümumiyyətlə, Gülər. Gülər ümumiyyətlə onlayn kurslar əyani gəlməyi unudub. Mən halı soruyorum ki. Soyuq. Dediler hep bu aralar. Ona göre online Allah bakıyorum. şəfa versin. Tamam oldu. Yaxşı. Ekran görünür mü? Evet. Tamam. Sizə bugün nə keçəcəm? Bunları silirik. Cədvəl qurmaqda falan bir şeyiniz var, çətinliyiniz. Ben bilmirəm, düzdür, baxaram olsun, görməyəcək olmuşam. Bir çətinliyiniz var, yəni cədvəl qurmaqda. Yəni məsələn də avtomatik sıralamadır. Sonra nə yazmışıq? Biz maaşın valyutalı yazmaqdır. Ben de Şeydir. ben çok şey cümle falan hatırlıyorum. Yani egzersiz az. Nümunə. Zaten Başa bilirsin. evet. Sizin tərəf praktikalarınız bu dərsdən etibarən daha çox başlayacaq da. İndiyə kimi sadəcə şeylər idi, gəl. Hə, indiyə kimi sadəcə şeydir də, yəni qısa bir şeylər yazırdıq. İndi bundan sonra hesablamalarımız başlayacaq. Məsələn, deyirdi, keçən dərsdə bir 5 dənəsini keçmişdik. Amma burada indi artıq daha da çox keçəcək. Məsələn, bu dərsdə sizə nələr keçəcəm? Məsələn, maaş var bizdə, tutulma var, tutulma. Bir də bizdə var xalis maaş, xalis. Əlbəttə ki, tutulmalar. Keçən dərsdə minnacıq nə gözəl olmusan. Evet. Nə gözəlsən. Hə, minnacıq demişdim sizə tutulma necə olur da. Məsələn, demişdik ki, maaşı yazır, tutaq ki, deyirəm. 1400 manat. Oradan tutur, sonra bizə maaş elə verir də. Yəni əmək kitabçasında yazılan kimi deyil. İndi məsələn biz indi bir dənə tutulma keçəcəyik, sonra bir neçə dənəsini keçəcəm, yəni onları praktik eləyəcəyik. Məsələn, bizə tutulma tutaq ki, verib ki, sənin maaşından müəssisə ya da ki, belə deyək də, atıram deyirəm ki, icbari tibbi sığorta 3% tutadıq. Gəlin biz kənardan bir yerdən yazaq ki, tutulma 3%. Amma tutulma sözünün yanına yazmayacağım 3%. Yəni aşağıdan ya da sağından solundan bir yerdən yazacağım. Yəni eyni xanada yazmayacağım. Səbəbi indi deyəcəm sizə. Ə, Məsələn, tutulma necə tapılır? Ümumiyyətlə bir şey soruşum sizdən. Əgər hesablamaya başlayacağamsa, hansı simvol yazmalıyam birinci? Əla. Bərabəri yazıram. Və biz keçən dərsdə plus işarəsini keçmişdik. Sam və yaxud da plus ikisi də eyni şey idi. Sadəcə plus o demək idi ki, bir neçə dənə, məsələn 2, 3, maksimum 4, 5 dənə xananı toplaya bilərdiniz plus vasitəsilə. Amma daha çox toplayacağım xana varsa və yaxud da diapazonum varsa, onu artıq samla edirdim. Yəni işimi daha rahat görə bilirəm. Burada artıq vurma var. Vurma da düzdür, onun da funksiyası var. Amma sizə sadəcə burada ulduz işarəsi kifayət eləyəcək. Məsələn, tutaq ki, deyirəm ki, mənim maaşım budur, düzdür? Siz bunu, indi məndə maaş yazılma səbəbini bilirsiniz. Çünki keçən dəfə demişdim, cədvəldə format var deyə, həmin o xananın xana yox, cədvəlin adını verir. Görürsüz, burada sütunun daha doğrusu sütunun adını verir. İstəsəz bunu yaza da bilərik. Məsələn, bu xananın adı F3-dür da. Yazırsınız F3. Görürsüz, avtomatik bunu seçdi. Və ulduz işarəsi. Ulduz işarəsi bizdə vurma demək. Deyirəm ki, nəyə vursun? Siz bunu yaza bilərsiniz 3%. Biz axı demişdik buradan tutulma faizi 3%-dir. Düzdür? Və biz bilirik ki, ədədin faizini tapmaq üçün nə edirik? Bəli, ədədi faiz göstərən ədədə vurub 100-ə bölməyə lazımdır. Amma Excel deyir ki, 100-ə bölməyə ehtiyac yoxdur. Zaten sən yazmısan yanında faiz işarəsi. Mən avtomatik başa düşürəm ki, buna 100-ə bölməyə lazımdır da. Sadəcə 3%-ni özü avtomatik tapır. Və mən enteri kliklədiyim zaman avtomatik bu şəkildə görəcəksiniz. Baxın bu şəkildə. Görürsünüz. İndi deyir ki, 800-ün 3%-i 24 manat eləyir.
Siz istəsəz bunu ardıcıl olaraq tək-tək tapa da bilərsiniz. Yox, istəmirsinizsə, sadəcə baxın bu xananın fərqlənən hissəsi var. Həmişə deyirəm, bunun fərqlənən nöqtə var. Oradan tutub çəkirsiniz aşağı hara qədər lazımdırsa və avtomatik bütün xanaların, daha doğrusu bütün xanalar deməyək, bütün maaşların. Məsələn, biz burada 800-ün tapmışdıq da, 800-ün 3%-ni. Burada baxın. Görürsüz F3-ün 3%-ni. Mən aşağı düşürəm, avtomatik qarşısındakı həmin bir sıra ilə dümdüz aşağı düşür və rəqəm heç vaxt dəyişmir. Bu dəyişə bilər, xananın adı dəyişə bilər. Məsələn, baxın bu F3-dür da, qarşısında durandır. Burada artıq nə olacaq? Bir vahid aşağı düşdüyü üçün F4, burada bir F5, burada F6. Mən əgər bu xananı seçsəydim, orada artıq G3, G4, G5, G6 bu şəkildə düşəcəkdi aşağı. Rəqəm də dediyim kimi heç vaxt dəyişmir. Çünki o bir ünvan deyil. Sadəcə mən rəqəm özümün klaviaturadan yazmışam. Yəni ünvan adı olmadığı üçün. Aydındır bu sizə? Burada ikisi de 800 niye farklı burada? Hansı 800-dür? Görsen 900. 800 deyil, 900-dür. Fred yani. Hə. Görmürsənsə doğrudan gəl qabağa. Arzun yanına keç. Hə, ola bilər. Bu biraz yaxınlaşdıram. Fiyan. Normaldır oradan görməməyin. Okey. Baxın. Buradan kliklədim. Fikir versiniz öz qarşısındakının 3%-ni tapıb. Məsələn, atıram bu olsun. Görürsüz öz qarşısındakının 3%-ni tapıb. Bu rəqəmlə yazmağa idi. Siz bunu xananı seçərək də yaza bilərsiniz. Bunu xananı seçərək yazmaq niyə düzgündür? Bax, məsələn, mən burada tutulma faizini nə vaxtsa dəyişmişəm. Yazdım 5%. Bu avtomatik dəyişmir axı. Təzədən mən bunu yenə dəyişməliyəm. Burada yazmalıyam 5%, o tapmalıdır. İndi məndə formatı var deyə belə dəyişdi ha. Sonra təzədən çəkməliyəm aşağı, hamısının avtomatik 5%-ni tapsın. Bu artıq mənim zamanımı aldı. Amma ondansa gəlin belə bir şey eləyək ki, uzaqlaşdırıb, tamam. Ondansa gəlin belə bir şey eləyək ki, mən bu xananı, mən avtomatik deyərəm ki, tutulma faizim 3%-dir. Bunu başqa bir xanada yazmışam. Niyə başqa xanada yazdım? Gəlin onu da deyim. Yazmışam tutulma 3%. Burada hərf var axı. O avtomatik vura bilməyəcək. Çünki hərfə vura bilmir ədədi. Başa düşdünüz? Amma sadəcə xanada ayrıca bir rəqəm yazsam, o avtomatik vura bilir. Yəni, məsələn, yazdım 800 vurulsun 3%. Baxın indi buna. Mən bunu vurdum. Enteri kliklədim. Bunu tapdı. Okey. Mən bunu aşağı çəksəm, nə yazılar? Mən yox, 0 yazılacaq. Niyə bilirsiniz? Bax, siz baxdınız da bayaq. Bayaqki nə idi? Rəqəm idi, dəyişmədi. Amma ünvan dəyişirdi. K3 də bir ünvandır axı. K3 də dəyişəcək. Burada K3 düşsə, aşağı düşdüyüm zaman artıq K4 olur. Və K4 də boşdur deyə ədədi sıfıra vuranda nə alınır? 0 alınır. Amma biz elə bir şey eləyə bilərik ki, bu 3%-i stabil, yəni belə deyək də, sabit hədəf kimi təyin eləyərik. Bütün maaşların hamısını o sabit ədədə vurar. Yəni bütün maaşların hamısını 3%-ə vuracaq. Onu da necə eləyirəm? Mütləq ünvana çevirməklə. Var nisbi ünvan, var mütləq ünvan. Nisbi ünvan dəyişən ünvandır. Yəni həmişə dəyişir. Məsələn, mən bunu aşağı çəkəndə nə oldu? Bu artıq F3 yox, F4 oldu. K3 yox, K4 oldu. Görürsüz, ünvan dəyişir. Sağa, sola, aşağı, yuxarı çəkəndə. Amma mən bunu mütləq ünvana çevirsəm, bizə burada mütləq ünvana çevirməli olduğumuz K3 xanasıdır. Yəni çünki 3% heç vaxt dəyişməyəcək. Maaşlar dəyişəcək, amma 3% dəyişməyəcək. Və mən bu K3-ü çevirirəm mütləqə. Mütləqə çevirmək üçün klaviaturadan F4 klikləməyiniz kifayətdir. Sizdə ola bilər FN F4, ola bilər Shift FN F4 və yaxud da sadə ola bilər F4. Əgər bunun heç biri olmursa, sadəcə xananın sütununun və sətrinin qabağına dollar işarəsi atmağınız kifayətdir. Görürsüz, artıq K3-ün qabağında dollar yazılıbdır. Enteri vurdum. Baxın, mən bunu aşağı doğru çəkdiyim zaman hamısının avtomatik 3%-ni tapacaq. Gəlin baxaq. Məsələn, fikir verirsiniz, burada nə yazılıb? Deyək ki, F3-ün 3%-ni tapmışam. K3-dür də. Bunu klikləyirəm. Burada da K3 yazılacaq, baxın. Görürsüz. Sonra burada da K3, hər yerdə K3-ünü tap. Başa düşdünüz? Yəni 3%-ni tapacaq. K3'ü seçip F4 bastım. Bəli. K3-ün, yəni ünvanın adını seçdim də mən. Deyirəm ki, bunu istəyirəm mütləq ünvana çevirmək. Aydındır? Və
İndi məsələ, mən bayaq görsünüz orada 5% eləmişdim, 3%, 5% eləmişdim. Orada heç də dəyişmədi. Özüm girib dəyişməli idim. Amma artıq burada mən bunu 5% eləyən kimi avtomatik oradakiların hamısı dəyişir. Sadəcə bir rəqəm dəyişmək kifayət eləyir. Yəni ona görə də Bak. bəli, bəli, həmin xanaya bağlı olur ora. Çünki biz onu dəyişməz eləmişik. Başa düşdünüz? Sınavda. F4. F4'lə Princess. Təkcə F4-ü də yoxlayın. Alt F4 alt neymiş? Fn F4'ü də yoxlayın. Shift Fn F4'ü də yoxlayın. Görün sizdə hansı olacaqsa ondan istifadə edəcəksiniz. Dolar işarəsi olmalı. Bəli. Okey. İndi hamısını eləyəcəyik. Narahat olma. Bu belə. Bu birinci idi. Və Şeyler bak doğru yapma. Mesela yapmak hə, filtr onu da keçəcəyik. Narahat olma. Onların hamısını keçəcəyik. Ən vacib hissələrdən biridir. İndi baxın bura, sonra praktik eləyəcəksiniz sonsuz. Xalis. Tutulmanı bildiniz. Yəni bizim maaşımıza nə qədər tutulur? Məsələn, deyir ki, səndə tutulma 5%-dir və 800 manatdan sadəcə 40% tutulur. Daha doğrusu 40 manat tutulur. Və xalis nə qədərdir? Xalisdə isə yerdə qalan pul, yəni mənə verilən pul, maaş nə qədərdir? O zaman yazaram. Təxmini nə yaza bilərəm ki, mən burada? Soru. Bəli. Deməli bərabərdir. Maaşım çıxılsın, tutulmam. Enteri vurdum, avtomatik onların hamısını tapdı. Sizdə avtomatik belə tapmayacaq. Ha, təkcə birini tapacaq. Siz də avtomatik buradan tutacaqsınız və çəkəcəksiniz. Mən format eləmişəm ona görə. Format çox vaxt işə yaramır. Düzdür, belə şeylərdə işə yarayır. İstəsiz eləyə bilərsiniz. Amma bəzən adam başını oynatır deyə ona görə ehtiyac yoxdur. Okey. Başa düşdük bunlara. İndi gəlin tutulmanı da 2 dənəsində artıraq. Gəl ona da baxaq. Baxın, mən normalda bilirsiniz də tutulmalar bir dənə olmur. Biri icbari tibbi sığortadır, biri icbari sığortadır, biri pensiya fondudur. Değil mi? O qədər fondlar var ki. İndi məsələn tutaq ki, yazıram burdan İ T S. yaşasın. Tamam. Yazdım ki Y.F. Məsələn də yəni belə bir şey yazdım. İndi burada tutulmalar. Bunların da tutulması, bunları yanında da yaza bilərdim. Aşağı solunda sağında da yaza bilərdim. Hələ ki elə belə düzəltdim. Onu göstərəcəm sizə. Ya da ki belə də eləyə bilərdik. Gəlin artıraq buradan bir dənə sətr. Sətri artırandan sonra belə eləyə bilərsiniz. Bunları birləşdirərik. Format vermişəm deyə birləşməyəcək. Hə. Birləşməyəcək formata görə. Yoxdur. Onu sonra başqa cədvəldə göstərəcəm. Aha. Məsələn, tutulma bunun tutulması yazaq buradan I.T.S. Neçə olsun? Məsələn, 2% olsun. Bunun yaşat fondudur. Onun fondu neydi? Faizi olsun. Məsələn, 3% olsun. Ya da 7% yazaq gəlin. Şey olmaz. Hə. Okey. İndi gəlin tapaq. Dedim, indi bir nəfər mənə deyə bilər necə tapdım? Sən deyə bilərsən Fərqan. Ne? Necə tapım məsələn? Neyim? Muharebe seçilir. Yok bu. Əvvəlcə nə yazıram xanaya? Bərabər. Aha. Əvvəlcə nəyi seçirəm? Nəyin 2%-ni tapıram? Maaşım. Sonra hansı işarə olmalıdır? Beraber. Bərabər yazmışam. Ulduz. Yəni vurulsun. Nəyi seçməliyəm indi? İndi sən deyəndə. Bax 2%. Bunu seçdim. Bunu nə etməliyəm ki, bütün maaşların hamısının 2%-ni tapsın? Həmin o 2% hansı xanadadır? Eyni 3-dədir də. Adını seçdimmi? Sonra F4 kliklədim. Yəni bunu mütləq elədim. Sabit xana elədim. Enter kliklədim, hamısının 2%-ni tapdı. Sonra yenə bərabərdir. Bu dəfə yaşat fondununkini tapıram. Deyirəm ki, vurulsun 7%. Gördünüz bunu? Yenə həmin xananı seçirəm və onu F4 eləyirəm. Enteri vurdum, onun da 7%-ni tapdı. İndi məndən bunları tapa bilər. Okey. Burada 760 yazılıb bax. Gəlin indi biz bunun da ümumi tutulmasını tapaq. Ümumi Azərbaycan dilinə çevirək. Ümumi tutulma. Məsələn.
Və ümumi tutulma sizcə necə ola bilər? 800 və 100 Hələ arasında. burada. Deməli o tutulmaların hamısını toplayacağam. Yəni bərabərdir. Bu üstəgəl bu və yaxud bunu samla da eləyə bilərdiniz də bilirsiniz. Bu üçünü topladım. Gəlin samı da göstərək. Aha, sam aktiv elədim. Diapazon deyirəm ki, bu üçü lazımdır. Vsyo. Hamısını tapacaq. Və burada bu xananı seçib mənə bu xana yox, bu xananı çıxmaq lazımdır. Avtomatik onu çıxardaq deyəcək ki, 688. Ümumi tutulmalar çıxdı. Bəli, bəli. Maaşdan ümumi tutulma çıxdı. Aydındır hər kəsə? Okey. İndi gəlin biz bunu praktik edək. Birinci başa salmamız daha rahat. O tək rəqəm. Aşağı çəkildi. O tək rəqəm. Bax dediyim kimi. Siz gəlib sonra Son seçimizde kifayet hesapladınız. Sen hesaplamır şu an. tamam sizə hansı rahatda ondan istifadə edin. Yani her Mən bütün yolunu deyirəm sizə. Amma məsələn- Başdan yaran. Yo, var da cədvəl. Keçən dəfə yazdığımız cədvəl. Orada sonra sadəcə tutulma, tutulmalar var ya, üç dənə tutulma yazma. Onları yazacaqsınız, ümumi və xalis yazacaqsınız. Hə, biz sən nə deyirdin? Deyirdin ki, məsələn, tutaq ki, nə zamansa faizin dəyişər, onu mütləq ünvana çevirsəydin bir dənə rəqəm dəyişəcək. Amma sənə hansı rahatda ondan istifadə elə. Hə, bir də ki, orada məsələn belə eləyib də. Baxın, məsələn, orada sizdə necədir? Yazmısınız ad, soyad, düzdür? Sonra yazmısınız məsələn, tutulma, yox, birinci maaşdır. Maaş, sonra tutulma, sonra yazılır. Tutulma 2, məsələn yazıram. Gəlin bunu belə eləyək də. Məsələn, pensiya fondu. Pensiya fondu. Burada yazaq ki, icbari sığorta haqqı, nə? Öz cədvəliniz, keçən dəfə qurduğunuz cədvəl var idi. Onu sadəcə sütun artıracaqsınız. Sən keçən dəfə gəlməmişsən, hə? Yaxşı, qurarsınız da eynisini. Yazarsınız. Bircə dəqiqə bunu göstərim. İcbari sığorta haqqı, icbari tibbi sığorta haqqı, məsələn. Sonra yazırsınız ümumi tutulma. Sonra ən axırda da yazırsınız xalis. Və bunları nə edirsiniz? Siz bilirsiniz bunun yanına 3% yazsam, sonra vuranda hesablama olmur. Çünki xananın içərisində hərf də var. Ona görə gəlin, xanaları birləşdirək buradan. Ad, soyad, maaş, pensiya fondunu yuxarı qaldırıram. Buradan yazıram 3% məsələn. Bunu qaldırıram yuxarı. Buradan yazıram 5% məsələn. Bunu da yenə yuxarı qaldırdım. Buradan da yazdım 2%. Vsyo. Bunu da yenə birləşdirin. Merchant Center. Bunu da birləşdirin. Merchant Center. Vsyo. Görürsünüz artıq burada səliqəli oldu. Yəni bir dəqiqə. Vsyo. Bu formada eləyə bilərsiniz. İndi baxın. Bu cədvəl qurmayanlar qursun, başlasın işləməyə. Kimə də nə kömək lazımdır desin. Deməli, bu funksiyalarda gəlin baxaq təzədən. Bunları silim. Deməli, sum biz demişdik ki, toplama funksiyasıdır. Bunun bir neçə yolu var idi. Birinci yolu o idi ki, sadəcə avtosum düyməsini klikləyirdiniz. Bu özünün həmin belə deyək də xananın üstündəki maaşlar var. Hamısının cəmini tapırdı. Gəlin hətta baxaq. Subtotal, yəni bütün totalı maaş, bax görürsünüz bu maaş sütununda olanlardır. Hara baxırsınız? Mən də şey edirəm, dərs keçirəm. Beynim getdi. Sən oradan çıx. Demirsiniz ki, biz nəyə baxırıq? Ne fark Onsuz bilir ya. Online koşulanlar için. Ben bunu sardım. Də? Bunu sardım. Hə. Online qoşulanlar baxır, siz baxa bilmirsiniz. Vallahi.
Zaten Necə onlayn qoşulanlara bax. yok mikrofon uçlarını yani kontakt orada değil. Hə, onlar Ses onlayn tələbəyə güvənmirəm mən. bir defa da olsa kardeş burada. Bir dənə Gülərin girişdə səsi çıxdı. Neçə dəfə axırda sağ ol demişəm, heç bir səsini çıxartmır. Onsuz axırin düşürlər oradakılar. Deyirlər ki, onsuz rekord var da, rekordu yükləyəcək müəllim. Bir də baxarıq. Sizə. Hə, bir saatda hesablayıram, demirlər ki, bunlar nə hesablayır. Baxın, deməli nədir? Yəni, bunun cəmiyyət haqda gördünüz, son həmin maaşın. Və mən deyirəm ki, Haklısın şey. hafta bunu kliklədim. Aha. Başqa bir yolu hansıydı? Yazırdım burada bərabərdir, sam, aktiv edirdim. Mütləq aktiv eləmək lazımdır ha, funksiyanı. Aktiv eləməsəz hesablamayacaq. 2 dəfə kliklədim. Mənə hansı maaşlar lazımdırsa, o diapazonu seçirdim. Bunlar. Enteri vururdum, onu da tapırdım. Başqa bir yolu hansıydı? Bəli, insert funksiyonundan tam doğru. Gəlirsiniz, hamı seçirsiniz və oku klikləyirsiniz. Sizə burada hansı diapazonu seçmək istəyirsinizsə onu seçirsiniz. Gəldiniz buradan, istəsəz əl yazmasını da yaza bilərsiniz. Yazarsınız ki, məsələn, hansı diapazonu gəlin baxaq. F3-dən F3 gözümdə görünür. Hara kimi? İndi hansı işarəni yazmalıyam? F29. F29 yazdım, okey. Nə demək? Yok ben Qoşa nöqtə. Qoşa nöqtə. Aferin. Qoşa nöqtə nə demək idi? ya 129 deyilmir. ben bir yasak ne olur? Nöqtəli vergül yazanda təkcə o iki xananı seçir, toplayır. Amma qoşa nöqtə yazanda aralıqda yerləşən hamısını F2 və F7 ilmi daxil edir. Evet öyle. Hansını istəyirsə ondan istifadə edir. Dostan var. Şu, deməli ondan istifadə edir. Yeneze bir yazamadı. Sadece. O backgrounddan asılıdır. Bəzi Excel-lərdə o versiya dəyişəndən sonra vergül olubdur. Əvvəl amma nöqtəli vergül idi. Aha, enteri vurdun, yenə eyni şeyi tapır. Yəni yenə sam. Yok şey yani. Error onu bilməliydiniz ki, error verməsin də. Əvvəlki versiyalarda dediyim kimi nöqtəli vergül idi. Amma artıq versiya yenilənəndən sonra bütün hamısında demək yəqin ki, bir çoxunda yəni vergüldür. Başa düşdünüz? İndi məsələn mən vergül istifadə edirəm. Nöqtəli vergül olan kimi səhv verir. Aha, bu belə. Bir də fikir verin, avtosamın üzərinə klikləyəndə alt bərabər klaviatura düyməsi var. Alt bərabər. Vuran kimi bizə yenə sam verdi. Və sadəcə mən diapazonumu seçirəm, enterimi klikləyirəm. Öyle bir tane de var deyəsən kontrol sıxıb saxlayırdı. Burada yox idi. Kontrol burada yoxdur. Sözlə konuşub. Gözümə qarşıyım. Məncə qarışdırırsan. Bu samın yollarıdır da. İndi hansı sizə rahatsa ondan istifadə edin. Mən sadəcə sizə alternativləri dedim. Hətta formulasından da gəlib eləyə bilərsiniz. Məsələn, funksiya avtosamın içərisində var. Düz gəlib buradan da eləyə bilərsiniz. Hansı rahatdır onu istifadə edin. Bir də var average. Nə idi average? Öyle yüklenmiş. Bəli. Yazırdınız. Bunu belə yazıq məsələn. Average yazılır. Seçirsiniz. Diapazonumu seçirəm. Və enterimi klikləyirəm. Ədədi ortasını tapdı. Count nə idi? Tam sayfa. Nəyi saymalıydı? Komün bir sədədi varsa. Aha. Bax, əhdət varsa. Mən əgər gəlib bunu desəm, say. Məsələn, deyirəm ki, neçə nəfər var atıram. Ben size seçin ancaq rəqəm olun. Bəli. Məsələn, count seçdim, gəldim, bunları seçdim ha. 0 verəcək. Çünki hərflərin heç birini saya bilmir o. Ancaq count rəqəmləri, ədədləri sayır. Bəli. Seçinlər. Düzdür. O biri rekordlara baxırsan. Olmaz tanıştım ya. O linki tersen yok. Var, amma sizin linkiniz deyil. O biri başqa qrupların linki var. Bunun içərisinə publik eləmişəm. Onu ben kapatsın. Sabitləmişik də o qrupu. Bayağı çekim falan. Hə, əvvəlki rekordlar var. Onları, məsələn, başqa qrupun rekordlarıdır. Onu publik eləmişəm ki, istəyən YouTube'da baxın.
Şərt verirsən. Special almağa yüksek var. Yo, sizinkini de publik eləmişəm. Ama deniz ben gelen yazamadım. Yo, o orada gizli söhbət vardı, onu görə eləməmişəm. Bir dənə onu publik eləməmişəm, onu da düzəldirdim, kəsib düzəldirdim. Gedir hə. Hə, gelir. Çox sıxıldım Olsun oldu. da. Sən bitməz. Hələ o biri rekordlara baxsın, ölərsin gülmə. O biri qruplarda şey eləmişəm, o var go to the police station. Polis məntəqəsinə gedin. Onu deyir, uşaqların hamısı o hissəni kəsib atıb mən ölmüşüm gülməkdən. Hə, deməli, fantı bildiniz. Maksimum minimumu da bax. Arzu. Aha. Arzu bax bura. Yazdım bərabərdir max. Eybi yoxdur bax əsas baxmağında. Seçdim. Diapazonunu seçirsən. Bax bu diapazonu. Və enteri kliklərsən. Deyir ki, sənin ən yüksək maaşın 1500-dür. Aydındır. Dediyim ki, bunu özün də yaza bilərsən. Ha. Deyərsən ki, məsələn, hansı diapazonu istəyirəm? F2-dən ya da F3-dən F27-yə qədər olanda. Başa düşdün? Minimum da həmçinin. Gəl buradan yoxlayaq. Yazıram buradan minimum. Diapazonum hansıdırsa o diapazonunu seçirəm. Görsən nə yazdı? F3, F27. Enteri vurduğum zaman hamısına baxır və ən kiçiyini tapır. Pardon ileride. Tavsiye aldım. Hardan elədin nədir? Buradan bunu deyirsən. Hə. Olsun. Bir də məsələn mən bu cədvələ format verdiyim üçün xananın yanında filtr işarəsi var. Filtrdən də funksiyanı təyin edə bilirəm. Sən nə edirəm? Deyirəm ki, hesablama. Məsələn, deyirəm ki, average elə, onun ədəd ortasını tap. Ha, bir də sizə bunu da deyim. Bax, məsələn, mən bunu seçirəm də, diapazonu. Düzdür? Mən bu diapazonu seçəndə heç bir xanada hesablamasam da, göstərin. Bax, görürsünüz, average count-ını göstərə bilir. Gördünüz? Baxın, average count sum. Yəni deyir ki, bunun average'i 877.22-dir. Count sayı 9 dənədir. Cəmi də 7891. Hamid oldu. Sadəcə diapazonu seçirsiniz. Əgər hesablamaq istəmirsinizsə, diapazonu seçirəm, deyirəm görüm bunun ümumi cəmi nə qədərdir. Budur. Başa düşdünüz? Heç nə yazmır da sanda. Heç nə yoxdur. Sadəcə seçib baxırsınız, baxmaq üçündür da yəni. Aydındır? Tamam. İndi bu rekord